Mən sizi başa düşürəm. Sizin üçün çox ağırdır. Amma inanın mənə, başqaları üçün qəhrəmanlıqdır. O sağ qalsaydı da, bu yenə qəhrəmanlıq olardı. Sağ qalsaydı kino çəkməzdi sən? Hə, bu çoxdan olan bir işdi. Bir rəssam gəlmişdi. Onun heykəlini düzəltmək istəyirdi. Güya ki, ləpələrin içində əllər. Əllərin üstündə isə xilas edilmiş qız. Bəsdir sən Allah. Ağlına nə gəldi deyirsən? Ağına bozuna baxmırsan. Niyə ağına bozuna baxmıram axı? Niyə? Bəlkə gedib o heykəli bura gətirəsən. Mən də hər səhər ondan soruşum. Ay bala, çayına qənd salım ya, yox. Hardadır o heykəl? Boş-boş danışırsan. Kino ayrı şeydir. Kinoda onun özünü göstərəcəklər. Qəraz, nəysə. Özünüz bilən yaxşıdır. Mənə qalsa, heç bir şey lazım deyil. Bilirdim ki, belə olacaq. Sizin əlinizdən mən heç nəyi almaq istəmirdim. Qərara gəlmişdim ki, roldan imtina eləyim. Amma indi eləməyəcəyəm. Sağ olun. Bizdən incimə. Amma heç mənim oğluma oxşamırsan.